Əyyub 39-cu fəsil. Dağ keçilərinin nə vaxt doğduğunu bilirsənmi? Maralların balalamasının vaxtını sən gözləyirsənmi? Onlar boğazalanda ayını gününü sən sayırsanmı? Nə vaxt doğacaqlarını bilirsənmi? Diz çöküb balalarını doğar, ağırlardan qutarar. Balaları çöldə böyüyüb güc alar, gedər, geri qayıtmaz. Kim vəhşi eşşəyi azad buraxdı? Kim onun iplərini açdı? Ona çölləri məskən verdim, şoran düzləri ona yurd elədim. O şəhərdəki izdihama gülər, sahibinin hayküyünü eşitməz, təpələri dolaşıb otlar, yaşıllığı axtarar. Çöl öküzü sənə xidmət eləmək istəyərmi? Gecəni sənin axurunda keçirərmi? Kötan sürüsün deyə onu boyunduruğa sala bilərsənmi? Ardınca dərələrdə şırım aça bilərmi? Onun hədsiz gücünə bel bağlaya bilərsənmi? Ona ağır iş gördürə bilərsənmi? Çöl öküzünə etibar eləyə bilərsən ki, əkinin məhsulunu daşısın, onu xırmanına yıxsın? Dəvə quşu qanadını sevinclə çırpar. Amma onun qanadı nə leyləyin qanadları ilə, nə də ki, pərləri ilə müqayisə olunur. Yerdə yumurtlayır. Onları toz torpaq üstündə qızdırır. Yadından çıxarır ki, yumurtalar ayaq altında sınır. Çöl heyvanlarının ayağı altında qalır. Balaları ilə elə sərt rəftar eləyir ki, elə bil özününki deyil. Çəkdiyi zəhmətin boşa getməsindən narahat olmaz. Çünki Allah ona müdriklik verməyib. Ona dərrakə bəxş eləməyib. Qaçmaq üçün yenə qanad açanda ata və atlıya gülər. Ata güc verən sənsənmi? Boynuna yalı qoyan sənsənmi? Onu çəyirtkə kimi tullandıran sənsənmi? Onun təmtəraqlı kişnəməsi xof salır, dərələrə ayağını bərk vurur, öz qüvvəsi ilə sevinib coşur, silahlıların qabağına çıxır, qorxuya gülər, heç bir şeydən çəkinməz, qılınc qarşısında ayağını geri çəkməz, onun üstündə oxdan cingildiyir. Parlaq nizə və mizraq şimşək tək keçir. Coşanda qəzəblənib yeri yurdu qapır. Şeypur çalınan kimi yerindən dik atılır. Şeypur çalınanda hiya deyib kişniyir. Döyüş qoxusunu, sərkərdələrin gurlayan səsini, döyüşün nərəsini uzaqdan hiss eləyir. Məyər qırğı sənin dərrakənləmi uçur? Cənuba tərəf qanad açır. Məyər qartal sənin əmrinləmi göyə qalxır, uca yerlərdə özünə yuva qurur? Sıldırım qayalarda yaşayır, şiş uclu qayalarda məskən salır, oradan şikarını axtarır, gözləri onları uzaqdan görür. Onun balaları qanla qidalanır, harda leş olsa, o da oradadır.